Dünya çarxalanır, dünya çox maraqlı hadisələr baş verir, görürsünüz. Bu məsələlərdən biri nədir? Görmüşsünüz də Epstein'in məsələlərini. Allah onları bu dünyada hələ rüsvay edib və rüsvay etməkdədir. Amma Qur'anda Allah Teala və Təbarək çox maraqlı ayələr var. Biz Qur'andan uzaq düşdüyümüzə görə bu məsələlərə adi baxırıq, amma adi deyil. İnsanlara rəhbərlik eləmək istəyənlər, diqqət edin ha, və hegemonluq eləmək istəyənlərin fitnələri görünə qədərdir ki, onlar zəlalət içindədirlər və zəlalət içində olduqları bir halda möminləri, nəinki möminləri, yaxşı insanları, bəşər övladlarını zəlalətə salmaq istəyirlər. Hələ o xarici qüvvələrin prezidentləri, filanları, ölkələrin prezidentləri, cumhuriyyətlərin başqaları görün nə oyunlar çıxartıblar. Görün nə edirlər, onlar üzr istəyirəm. O yeniyetmə qızların əxlaqsızlığı düçar edib, sonra həmin qanlardan istifadə edib, öz bədənlərinə daxil edib, indi də o işləri görüb, bəşəriyyətə rəhbərlik eləmək istəyirlər. Amma Allah Qur'anda nə deyir? Deyir, mən onları rüsvay edəcəyəm. Rüsvay edəcəyəm. Bu hələ dünyadır. Bu hələ cüz'idir ki, insanlar onun qabağını ala bilmədilər. Çünki bugün sosial şəbəkələr, bugün informasiyalar çox açıqdır. Və həmin düşüncələr ki, var idi ki, kimlərsə bizlərə nicat verəcək, xeyr, onlar zəlalətdə olanlar nicat verə bilməzlər. Mümkün olan bir şeydir. Onlar özü zillətdədirlər, zəlalətdədirlər, onlar üzərə zülmətdədirlər, qaranlıqdadırlar, onlar bataqlıqdadırlar. Bataqlıqda olan bir insan kiməsə nicat verə bilər? Birinci özü çıxmalıdır bataqlıqdan, o çıxa bilmir. Çünki Allah Teala və Təbarək o ki, möminlərə, nəinki möminlərə, bəşəriyyətə elədiyi zülmlərin aqibəti budur.